Bugün dünyaya baxışda. Dəməşqdə qarşıdurmalar davam edir. Banqladeşdə fabrik yanğını ilə əlaqədar 3 nəfər saxlanılıb. Çildə balıqçılar nümayişə çıxıb. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Suriyanın paytaxtı Dəməşq yaxınlığında 2 partlayış nəticəsində 34 adam həlak olub. Fəalların bildirdiyinə görə hadisə xristianlar və druzların məskunlaşdığı Cermana rayonunda baş verib. Televiziyada nümayiş etdirilən kadrlar bombaların yerləşdirildiyi maşınların tullantılarını göstərib. SANA Dövlət Xəbər Agentliyi hücumu terror aksiyası kimi qiymətləndirib. Çərşənbə axşamı Misir prezidenti Məhəmməd Mursinin əleyhinə davam edən kütləvi nümayişlər çərşənbə günü ərzində Qahirədə yüzlərlə etirazçı və polis arasında qarşıdurma ilə davam edib. Polis Qahirədə ABŞ səfirliyinin yaxınlığındakı küçədə etiraz edərək daş atan dəstəyə qarşı göz yaşardıcı qaz tətbiq edib. Çərşənbə günü digər Misirli nümayişçilər keçən il cənab Mursinin sələfi Hüsnü Mübarəkə qarşı nümayişlərin epicentri olan Təhrir meydanında oturaq etiraz ediblər. Cənab Mursi noyabr ayının 22-sində məhkəmə orqanlarının onun çıxardığı qərarlara mühakimə edə bilməməsinə dair özünə yeni səlahiyyətlər verib. Bazar ertəsi cənab Mursi özünə verdiyi yeni səlahiyyətləri suveren məsələlərdə istifadə etməyəcəyinə dair Ali Məhkəmənin Hüquq Şurasına söz verib. Prezident Mursi suveren məsələlərdən başqa digər məsələlərdə mütləq gücə sahib olacaq. Lakin suveren məsələlərin nədən ibarət olacağına dair açıqlama yoxdur. Müxalif qüvvələr cənab Mursinin fərmanının ləğv olunmasını tələb edərək onu diktatorial səlahiyyətlər mənimsəməkdə ittiham ediblər. Bugün Çilinin Santiago şəhərində balıqçılıq haqda yeni qanun əleyhinə çıxan nümayişçilər polislə toqquşub. Tənqidçilərin sözlərinə görə yeni qanun ölkədə onsuz da azalmış balıqçılıq fəaliyyətinin əksəriyyətini böyük balıqçılıq şirkətlərinə verəcək. Tənqidçilərin sözlərinə görə yeni qanun ölkədə onsuz da azalmış balıqçılıq fəaliyyətinin əksəriyyətini böyük balıqçılıq şirkətlərinə verəcək. Associated Press xəbər agentliyi Çili rəsmilərinə istinadən bildirib ki, polis qanunsuz nümayişi dağıtmağa cəhd edən zaman təxminən 10 nəfəri həbs edib. Balıqçılıq haqda qanun və ya İqtisadiyyat naziri Pablo Longuerian adı verilmiş Ley Longuerian qanunu balıqçılığa məhdudiyyətlər tətbiq edir. Bu məhdudiyyətlər müstəqil balıqçıların hüquqlarını pozaraq böyük balıq şirkətlərinin marağına qulluq edəcək. Qanunvericilər GPS cihazından istifadəni də məcbur edir. Bu isə balıqçılıqla məşğul olan kiçik bizneslərin büdcəsinə mənfi təsir göstərəcək. Ötən həftə siyasətçilər qanunvericiliyin qəbul edilməsini müzakirə edib, səsvermə keçirib. Bununla bağlı təxminən 1000 nəfər balıqçı Concepción liman şəhərindən Santiago şəhərinə yürüş edib. Banqladeş rəsmiləri ötən həftənin şənbə günü ən azı 110 nəfərin ölümünə səbəb olan yanğınla bağlı 3 fabrik rəsmisini həbs edib. Rəsmilər bugün menecerlərin həyəcan təbilinə məhəl qoymayaraq fəhlələri işlərinə geri dönməyə məcbur etməsi iddiası ilə saxlanılıb. Bundan başqa təhlükəsizlik kameralarına şübhəli fəaliyyətləri ilə düşən 3 işçi də şübhəli şəxs qismində saxlanıb. Monitorun sol yuxarı hissəsində çəhrayı şərfdə olan qadın bir anlıq masanın altına girir və daha sonra çıxıb gedir. Bir neçə dəqiqə sonra masanın altından tüstü yuxarı qalxır. Ötən həftənin şənbə günü Tazrin moda fabrikində yüzlərlə işçi yanğın zamanı içəridə qalaraq canlarını qurtara bilməyib. Yanğın rəsmilər deyib ki, fövqəladə vəziyyət üçün nəzərdə tutulan çıxışların çatışmamazlığı ölənlərin sayının yüksək olması ilə nəticələnib. Artıq 3-cü gündür etiraz əlaməti olaraq fabrik işçiləri küçələri bağlayıb və binaları daşa tutublar. Günün mühüm xəbərləri və reportajlarını, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizinlə xudahafizləşirəm. Salamat qalın.